çiçekler, arılar, çiçeklerin üstünde olan arılar, böcekler. Onlar bir yerde açtılar. Tapmacamız değil, bu bizim öğretimizin adını bilek. O nedir ki torpağa atarsan güneşle doyar, güler döner. Sözümüz tohumdur. Tohum nedir? Tohum bitkileri, canlıları əmələ gəlməsi üçün çox vacib, kiçik bir orqan. O nələrdən bəslənir? Günəşin istiliyi ilə, küləyin xoş nəğməsi ilə, su ilə, hava ilə bəslənir, böyüyür, çiçək açır. Bugün bizim maraqlı bir hekayəmiz var. Gəlin onu danışaq, toxumun əmələ gəlməsini birlikdə izləyək. Uşaqlar, gəlin adımıza qulaq asaq. Biri var idi, biri yox idi. Uçsuz, bucaqsız, göy çəmənlərdə balaca bir toxum var idi. Bu toxum torpağın altında yaşayırdı. Bir gün yağış yağır və toxumu oyadır. Toxum gözünü açar-açmaz anasından soruşur ki, ana, bu nədir? Mən islanıram. Anası ona cevap verir ki, bu yağışın damlasıdır. O səni oyatmaq üçün gəlir. Toxum yağışın damlaları ilə özünü isladır. Biraz keçir, günəş öz isti şüaları ilə torpağın altını qızdırır. Anasından soruşur ki, ana, mənə çox istidir. Bəs bu nədir? Anası ona cevap verir ki, bu günəşdir. O səninlə salamlaşmağa gəlir. Sən onun istiliyini duyub, tez böyüyəcəksən. Toxum belə bir qərar alır ki, artıq mən böyümək istəyirəm. Və günlər ərzində o həm yağışla islanır, günəşlə salamlaşır, küləyin xoş havası ilə oynayır. Və beləliklə toxum boyanır. Əvvəlcə kiçik bir filana dönüşür, daha sonra al ləçəkli, uzun yarpaqlı bir gülə çevrilir. Toxum artıq təbiətin bir hissəsi olur. Öz gözəl rəngləri ilə, çiçəklərinin, al ləçəklərinin rəngləri ilə təbiətin ayrılmaz bir hissəsinə çevrilir. Və artıq özündən sonraki toxumların onun kimi böyüməsi üçün fürsət yaradır.
sizinlə toxum edəcəyik. Toxum etmək üçün bizə 4 əsas vacib amillər lazımdır.